Salam dostlar, TikTok'da güvenilir bir şekilde takipçi sayınızı artırmaq istəyirsinizsə, güvenilir yer tapa bilmirsinizsə, bugün sizə özümün də istifadə etdiyim sayt vasitəsilə TikTok'da takipçi sayınızı necə artıra bilərsiniz, onu göstərəcəm. Dostlar, tamamilə güvenilir bir şəkildə, heç bir şifrə daxil etmədən, sadəcə TikTok istifadəçi adınızı daxil etməklə TikTok'da sürətli bir şəkildə sadəcə 5 dəqiqədə takipçi sayınızı artıra bilərsiniz dostlar. Eyni zamanda bu takipçilər qalıcıdır. Əgər canlı yayında aça bilmirsinizsə, bilirsiniz ki, TikTok'da 1000 takipçiniz olmalıdır ki, canlı yayın aça biləsiniz. Sürətli bir şəkildə 1000 takipçi olaraq siz də canlı yayın aça bilərsiniz. İndi isə gəlin görək, bir vacib ayar var ki, bu ayar necə edilir? Videonun sonuna qədər izləyin. Eyni zamanda kanalımıza abunə olub, videonu bəyənib, TikTok istifadəçi adınızı da yorumlara yazsanız, hər kəsə pulsuz takipçi hədiyyə eləyəcəm dostlar. Bu şəkildə test etmiş də ola bilərsiniz. İndi isə gəlin bu ayar necə edilir, onu göstərim. Dostlar, TikTok hesabımıza daxil oluruq. Gördüyünüz kimi mənim belə bir hesabım var. Ən yuxarıda 3 xətt var. Bu 3 xətə daxil olursunuz dostlar. Buradan ayarlar və gizliliyə daxil olursunuz. Buradan gizliliyə daxil olursunuz dostlar. Əgər hesabımız bu şəkildədirsə, özəl hesabdırsa heç bir problem yoxdur. Əgər bu şəkildə göy rəngdədirsə, baxın, mən yenidən göy rəngdə eləyirəm. Bu şəkildə göy rəngdədirsə, bunu mütləq bir şəkildə boz rəngdə eləyin. Yəni hesabınızı hər kəsə açıq halda eləyin dostlar. Geriyə qaydırıq. TikTok istifadəçi adımızın üzərinə bir dəfə toxunuruq, kopyalanırıq dostlar. Sonrasında isə Google'a daxil olursunuz, takipçi.com yazırsınız. Çıxan ilk yaşlı sayt. Bu sayta daxil olub TikTok paketlərinə daxil olursunuz. İlk öncə bunu göstərim. TikTok'da bəyənmə, izlənmə sayınız da azdırsa, bu sayt vasitəsilə TikTok'da bəyənmə, izlənmə sayınızı artıra bilərsiniz. Ən aşağı hissədə isə TikTok'da canlı yayın açırsınızsa, izləyici sayınızı bu paketlərdən istifadə edərək artıra bilərsiniz. Bizə lazım olan TikTok izləyici, yəni TikTok takipçi satma paketinə daxil olursunuz. Hal-hazırda gördüyünüz kimi 12-11 müştəri sifariş yaradır. Siz də bu paketlərdən istifadə edərək TikTok'da takipçi sayınızı güvənlə artıra bilərsiniz. Sadəcə TikTok istifadəçi adınızı yazacaqsınız. Heç bir şifrə lazım olmadan güvənli bir şəkildə takipçi sayınızı artıra bilərsiniz dostlar.